Salam uşaqlar. Bugün kvadratik funksiya haqqında danışacağım. Bilirsiniz ki, bütün hər yerdə yəqin paylaşıları görürsünüz. Müəllimlərimizin dərs izahlarını da görmüsünüz həmişə. Bu 9-cu sinif proqramıdır. Proqramından düşən mövzudur və bütün imtahanlarda, buraxılışlarda həmişə də düşüb. Vərəqləyib baxsaz həmişə. İndi bəzi hallarda xətti funksiya düşür, amma çox hallarda bu düşür. Bunun da çətinliyi bir neçə halı araşdırmaqdır. Diqqətlə izləsəz videonun axırına qədər düşə biləcək bütün halları sizə araşdıracağım. Deməli, bildiyimiz kimi ax kvadrat bx üstəgəlsi qrafiki paraboladır və a-dan asılı olaraq a müsbətdirsə, qolları yuxarı paraboladır. Yəni, nümunə göstərək. Tutaq ki, belə bir paraboladır. Burada a müsbət. Bilirik ki, absis oxunun üstündə ordinat 0'dır. Onda burada ordinata 0 versək, absis oxunun üzərində olan nöqtələrin absislə kəsişməsidir. Yəni, bu funksiyanın sıfırlarıdır. Sonra x-a 0 verəndə bilirik ki, ordinat oxunun üstündədir. Onda x-lara da 0 versək, ordinatı kəsdiyi nöqtə s-dir. İlk başlanğıcda bunları vacib olan məlumatlardır, bunu bilək. Sonra bilirik ki, parabolanın absisi kəsdiyi nöqtələr, ordinatı kəsdiyi nöqtədən başqa bir də onun təpəsinin koordinatı var. Təpəsinin koordinatı da bütün kitablarda, dərsliklərdə təpəsi M və N-dən işarə olunur. İndi burada nəyə baxaq? Deməli, qolu işarələrə əvvəlcə baxaq. Hansı sual düşə bilər? Ax bx kvadrat c-də ax kvadrat bx üstəgəlsi-də işarələr. Qolu yuxarıdırsa a müsbətdir. Ordinatı kəsdiyi nöqtə s-dir. S bizim halımızda çəkdiyim çalışmada ordinatı absisdən aşağı çəkir. Deməli, kəsir. Deməli, mənfidir. Sonra iki hal yaza bilərsiniz. Əgər absisi kəsdiyi nöqtələr varsa, onda qolu da yuxarıdırsa, onda B-nin işarəsini x1 üstəgəl x2-nin əksi ilə də tapa bilərsiniz. Yəni, mənim halımda, çəkdiyim çalışmada x1 sıfırdan solda daha modulca x2-dən kiçikdir. Deməli, bunların cəmi müsbət olacaq, əks işarə ilə mənfi. Deməli, B-nin işarəsində mənfi tapdım. Bu bir yoldur, təpənin A, B, C-nin işarəsini tapmağa. İkinci yol təpə düsturu ilə. M bərabərdir. Bilirsiniz, mənfi B böl 2A düsturu var. Və təpənin ordinatı 4AC çıx B kvadratı böl 4A var. İndi təpənin ordinatı ilə necə tapmaq olar? Başqa nümunə göstərim. Tutaq ki, məsələn, belə bir parabola verib, bunun işarələrini tapmaq tələb olunur və yaxud da ki, B-sini tapmaq tələb olunur. ax kvadrat bx üstəgəl c. Burada A qolu yuxarıdır, müsbətdir. Gəlin B-ni tapaq. B burada absis oxunu kəsmədiyinə görə bu qayda ilə tapa bilməyəcəm. Başqa bir alternativ yol deyim sizə. Bu düsturdan tapacağıq. Görürük ki, təpənin absisi ikinci rübdədir. İkinci rübdə təpənin absisi mənfidir. Onda M bərabərdir, mənfi B böl 2A-da. Qolu yuxarıdır, A müsbətdir. Təpənin absisi mənfidir. Deməli, mənfi, burada cavabın mənfi alınması üçün gərək B də müsbət olsun ki, müsbət böl müsbət, müsbət qarşıdakı mənfi mənfi olsun. Bu da B-nin tapmağın, işarəni tapmağın ikinci qaydası. İkinci üsulu. İkisini də seçə bilərsiniz, alternativiniz olsun. Sonra M-ə aid başqa hansı sual düşə bilər sizə, bu düstura aid? Biz bilirik ki, həm də parabolanın təpəsindən keçən xət parabolanın simmetri oxudur. Onda deməli, x bərabər M həm də simmetri oxudur. Bayaq dediyim kimi, M-i əgər tam funksiya ax kvadrat bx üstəgəlsi tamamilə bu formada verilibsə, M-i tapmaq üçün B-nin, A-nın qiymətini qoyub tapa bilərsiniz. İkinci M-i necə tapa bilərsiniz? İkinci M-i tapmaq üçün əgər absis oxu ilə kəsişmələri varsa, onda x1 üstəgəl x-i böl 2 ilə tapa bilərsiniz. Bu da ikinci sizin üsulunuz. Keçək indi parabola hansı hallarına verilə bilər, hansı suallar düşə bilər. İndi deyəcəyimin içində ayın 9-undakı imtahandakı parabolanda, indi çox uşaq, çox müəllim deyir, çətindir, amma topluda yetərincə buna aid çalışmalar var. Məsələn, hansı hallara baxaq? Tutaq ki, qrafika görə A, B, C-nin tapılması. Bu illərlə düşüb, 22-ci ildə də düşüb,
Dəqiq 22 yadımdadır. Arada da düşüb. İndi baxaq. Tutaq ki, bizə qrafik verilir və qrafik elə 9 olan imtahandakı kimi deyim. Belə bir parabola verib qol aşağı və biz qol aşağı parabolada tutaq ki, funksiyanı vermir. Yazır ki, kvadratik funksiyadır. Ax kvadrat bx üstə gəl c. Bizə də şəkildə yalnız absisi kəsdiyi nöqtələr verir. Tutaq ki, belə verib. Ordinatı kəsdiyini də verib. Məsələn, burada ordinatı kəsdiyi nöqtəni də verib. Və burada A-nı, B-ni, C-ni istəyir və yaxud da M istəyir və yaxud da N istəyir. Uzun sözün qısası, parabola hansı düsturla verib onu tapmaq lazımdır. Yenə təkrar edirəm. Burada da nida qoyuram. Əgər parabola absis oxunu kəsdiyi nöqtələrlə verilibsə, hansı yolla eləyə bilərik? Tam anlamağınız üçün, mahiyyətini başa düşmək üçün belə bir şey deyəcəm. Əgər bu A, deməli, parabola absis oxunu kəsdiyi nöqtələr veribsə, onda düstur A vurulsun, x çıx x1, x çıx x2 şəklindədir. Biz bilirik ki, bunu vuruqlara ayırmada da istifadə eləmişik. İndi tutaq ki, bizim çalışmamızda -2 bura verib, 6 bura verib, tutaq ki, C-yə də 3 verib. İndi mən funksiyanı tapmaq istəyirəm. Necə tapacam? Baxan kimi görürəm ki, absisi kəsdiyi nöqtələr verib, tez bu qaydanı, düsturu yazıram və gətirib yerinə yığıram. A bərabərdir, y bərabərdir, A vurulsun, x çıx -2, x çıx 6. Virüsü. Və oradan A bərabərdir, ax kvadratı çıxılsın, 4ax çıx 12 alıram. Və dedik ki, C ordinatı kəsdiyi nöqtədir. C-ni burada 3 gördüyümə görə, burada A yazım. Deməli, -12a ordinatı kəsdiyi nöqtədir, şəkildə də 3-dür. Deməli, A-nı buradan -4/1 tapıram. A-nı -4/1 tapandan sonra y bərabərdir, yazıram bura. -4/1 x kvadratı çıxılsın. A-nın yerinə -4/1 qoyanda üstə gəl. -4 vur -4/1 x olacaq və üstə gəl, burada -4/1 qoyanda 3. Deməli, A-nı -4/1 tapdım, B-ni 1 tapdım, C-ni 3 tapdım. Yenə təkrar edirəm. Absisi kəsdiyi nöqtələr veriləndə. Yox, burada bu cür şəkil verilib, daha asan sual. Parabolanın təpə nöqtəsinin absisini tap deyirsə, m bərabərdir, -2 üstə gəl 6/2. Buradan m-i də tapa bilərsiniz. Və yaxud da n-i də tapmaq olar. M-i gətirib düsturu bilirik, qoyaq yerinə, n-i tapaq. Deməli, yox əgər ikinci hal. Qrafik bizə ola bilər, bu dəfə də bunu verələr sizə, ayın 15-i. Yenə parabola verilib. Yenə parabolada demək olar ki, bayaq yazdığım, çəkdiyim formada çəkəcəm. Bu formada verilib və ordinatı kəsdiyi nöqtəni verib, absisi kəsdiyini göstərməyib çalışmada. Sadəcə bu dəfə parabolanın, tutaq ki, təpəsini verib. Təpəsinin ordinatını 5 verib, təpəsinin absisini tutaq ki, 2 verib. İxtiyari qiymətlə göstərəcəm sizə. Baxan kimi çalışmaya baxırıq ki, bayaqkindən fərqi nədir? Bayaq absisi kəsdiyi nöqtələr vermişdi. Bu dəfə təpəsini verib. Ona görə mən burada artıq y bərabərdir. Kvadratik ax kvadrat bx üstə gəl c-ni, y bərabərdir təpəyə görə. A vurulsun, x çıx m-in kvadratı üstə gəl n şəklində yazacağım. Bu m-lə n bunun təpə nöqtəsidir. Və yenə bildiklərimi gətirib yerinə yazıram. A vurulsun, x minus təpənin absisi 2-dir. 2-nin kvadratı üstə gəl 5. Yenə açıram. Ax kvadratı çıxılsın 4ax üstə gəl 4a üstə gəl 5. Bayaq dediyim kimi C həmişə ordinatı kəsdiyi nöqtədir. Deməli, burada ordinatı 3-də kəsib. C bu -5 ilə 2 onun təpəsi idi, mən burada qeyd elədim. Ordinatı 3-də kəsib. Deməli, sərbəst ədəd burada 4a üstə gəl 5-dir. 4a üstə gəl 5 bərabərdir 3-ə. Yəni 4a bərabərdir -2-yə, a bərabər -2/1-ə. Yenə a-nı tapdıq. A-nı yerinə qoyub digərlərini də tapa bilərik. Əgər ABC lazımdırsa. -2/1 qoyuram bura. -2/1 x kvadratı. -2/1 qoyanda üstə gəl 2x, bir də üstə gəl 3. Yenə A -2/1 idi. B 2 oldu. C 3 oldu. Bu da təpəsi ilə veriləndə, deməli bu düsturla istifadə eləsək daha yerində olar. Hər iki halda da açırıq. C-ni kitabda, çalışmada göstərəcək yerinə qoyursunuz. Sonra parabolaya başqa nə sual çıxa bilər? Yenə
Qiymətlər çoxluğu. Qiymətlər çoxluğu. Qiymətlər çoxluğu iki hala baxacağıq. Əgər qolu yuxarıdırsa. İndi gəlin baxaq. Bu parabola bir qolu yuxarı parabola çəkirəm. Qiymətlər çoxluğu nədir? Yəni, ordinat oxunda bu qrafik hansı hissəni əhatə edir? Tutaq ki, buradan başlayır. Bura nə idi onun? Təpənin ordinatı. Buradan başlayır və görürsünüz qollar sonsuzluğa qədər gedir. Onda qolu yuxarıdırsa qiymətlər çoxluğu, yəni Y burada bərabərdir. N-dən müsbət sonsuzluğa. Və həmin N onun, görürsünüz, ən aşağı qiymətidir və qollar getdikcə artır. Yəni, sonsuz şəkildə artır. Onda həmin o nöqtəyə bunun ən kiçik qiyməti də demək olur. Deməli, X bərabər M olduqda ən kiçik qiyməti N olacaq. Belə. İkinci hal nə ola biləcək? A-nın mənfi olan halı. A mənfi olanda qolları aşağıdır. Yenə ən yüksək qiyməti bunun bu təpədə buradır. Onda qolu aşağı olanda qrafik fikir verirsiniz aşağıdan gəlir, N-dən yuxarı qalxa bilmir ordinat oxunda. Deməli, qiymətlər çoxluğu olacaq. Mənfi sonsuzluq N. Belə. Və bu təpədən yuxarı qalxa bilmirsə, deməli, ən böyük qiymətidir bu. Əgər bizdən X-in hansı qiymətində ən böyüyünü istəyirsə, onda M-i götürürük. İfadənin, funksiyanın ən böyük qiymətini istəyirsə, onda N-i götürürük. Bu da belə. Parabolaya aid düşə biləcək suallar bunlar. O ki qaldı ki 9-unda başqa bir əlavə də var idi çalışmada. Bu əlavəni də dəfələrlə hər halda sizin müəllimləriniz də deyib. Mən gündə bəlkə bir 10 dəfə hər qrupumda qeyd edirəm ki, uşaqlar, metrik münasibət buraxılışa mütləq düşəcək. Onu da bu arada deyim, düzdür. Metrik münasibət nədir? Düzbucaqlı üçbucaqda metrik münasibət. Düzbucaqlı üçbucaqda əgər katet, hipotenuz bu üçü və hipotenuza çəkilən hündürlük varsa, katetin hipotenuz üzərində, B-nin hipotenuz üzərindəkini M, A-nın hipotenuz üzərindəki proyeksiyasını N götürüb, hündürlüyü də H götürsək, burada 4 dənə düstur əmələ gələcək. Birincisi, H-ın kvadratı bərabərdir M vur N-ə, yəni proyeksiyaların hasilinə. İkincisi, hündürlük, yəni hipotenuza çəkilən hündürlük bərabərdir. Katet vur katet böl hipotenuza. Üçüncüsü, katet bərabərdir. Kök altında kvadrat da yaza bilərsiniz. Hipotenuz vur proyeksiyasına. Dördüncüsü, digər katet bərabərdir. Hipotenuz vur həmin katetin proyeksiyasına. Uşaqlar, bu düstur da mütləq düşəcək çalışmalardan biridir. Yəni, haradasa düşəcək. Görürsünüz, gəldi lap çətin bir formada, siz dediyiniz kimi, çətin dediyiniz formada gəldi, parabolanın içində düşdü. Neyləmək olar? Budur da. Yəni, bizim mübarizə aparacaq bir halımız yoxdur. Çalışıb diqqətlə öyrənmək lazımdır. Belə. Videoda hansısa, nəyəsə, izahıma, sualınız varsa, rəylərdə yazın. Mən onlara aid də sizə açıqlama veririm. Diqqətli olun, dediklərimizi araşdırın, diqqətlə baxın.